Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir və məhkəmənin növbəti baxış iclası keçirilir. Hazırki mərhələdə məhkəmə istintaqında ifadələr dinlənilir. Ruben Vardanyan ifadə verməkdən imtina edir. O, eyni zamanda dövlət ittihamçılarının suallarını da cavablandırmaqdan imtina edir. Amma zərər çəkənlər danışırlar. Onlar hansı şəraitdə zərər çəkdiklərini, əzizlərini necə itirdiklərini, necə yaralandıqları barədə məhkəmədə sərbəst ifadə verirlər. Qeyd edək ki, bu hazırki mərhələdə məhkəmə istintaqında ifadə verən zərər çəkənlərin böyük bir hissəsi Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə nəticəsində törətdiyi mina terrorundan əziyyət çəkənlərdir. Hansı ki 44 günlük vətən müharibəsindən sonra hələ o zamanlıqə yenə də Ermənistan işğal altında saxlayırdı Azərbaycan ərazilərini. Həmin əraziləri mina ilə çirkləndirmişdi. Həmin minalar Laçın yolu ilə ərazilərimizə gətirir və torpaqlarımıza bastırılırdı. ANAMAN əməkdaşları ifadə verirlər. İfadələrində bildirirlər ki, aşkarlanan minaların böyük əksəriyyəti tank və piyada əleyhinə minalardır. Və bütün bunlar da göstərir ki, Ermənistanın əsas hədəfə aldığı bu təcavüzkar müharibə zamanı mülki şəxslər, mülki insanlardır və bu da Azərbaycanlılara qarşı törədilmiş etnik bu soyqırımı, etnik bu təmizləmə siyasətinin bariz nümunəsidir. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan dəfələrlə məhkəmə prosesində, demək olar ki, hər məhkəmə prosesində vəsadətlə çıxış edir. O, məhkəmə materialları ilə məhkəmənin iclaslarının protokolları ilə tanış olmaq istədiyini bildirir. Eyni zamanda onun vəkili də demək olar ki, hər iclasda vəsadətlə çıxış edir və onların vəsadətləri təmin olunur və bunun üçün onlara şərait yaradılır. Ruben Vardanyan qeyd edək ki, özünün istəyini uyğun olaraq müdafiəçi ilə təyin olunub ona, özünün istədiyi müdafiəçi təyin olunub və eyni zamanda rus dilində tərcüməçi istəyi ilə ona təyin olunub və açıq keçirilən məhkəmə prosesində media nümayəndələri də iştirak edirlər. Bugünkü iclasla bağlı bizim xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.